14-cü cüzdə Hicr surəsi və Nəhl surəsi olmalıdır, səhv etmirəmsə, bəli. Bu iki surə bu 14-cü cüzdə olan surələrdən biridir. Və surənin nəyə görə nazil olduğu haqqında bilgi verəcəm. İstərdim ki, söhbətimi İmam Əlinin istiğfarından olan bir-iki cümlə ilə başlayım ki, çox möhtəşəm olan bir dualardır. Tövbə haqqında İmam Əlinin möhtəşəm dualarıdır. Deyir ki, əziz və möhtərəm Allaha, onun dostu. Deyir, Rəhman və Rəhim olan Allahın adı ilə, ey Allahım, səndən bağışlanma istəyirəm. Ona görə ki, o günahı, hər günahdan o günaha ki, mənə verdiyin sağlıq sayəsində güc alaraq işlədim. Səndən bağışlanma istəyirəm ona görə ki, o günahlardan ki, mənə verdiyin sağlıq, sihhət nəticəsində mən o günahları işlədim. Səndən bağışlanma istəyirəm ona görə ki, sənin verdiyin nemətlərin çoxluğundan və lütf səbəbi ilə güc qazanıb mən o günahlara təkrar baş vurdum. Səndən bağışlanma istəyirəm ona görə ki, o günahlardan qorxma əsnasında verdiyin sürəyə yasaqlandım. Yəni, sənin mənə verdiyin bağışlanma üçün sürəyə mən yaslandım, amma qorxmadım. Və o günaha ki, səndən bağışlanma diləyirəm, o günaha ki, o günahdan ötürü ki, sənin örtün ilə, burada çox gözəl bir söz keçir, sənin örtün ilə özümü gizlətdim. Və ya deyir, hiddət və qəzəbindən sənin elm və səbrinə güvəndim və həmin eybləri təkrar etdim. Və yaxud da sənin yücə bağışlanmayana gönül bağladım və təkrar o eybləri etdim və səndən bunlara görə bağışlanma diləyirəm, deyir bizim əziz Əli əleyhissalamımız. Keçək Hicr surəsinə. Hicr surəsi, dostlar, Quranın 15-ci surəsidir. Hicr surəsi. Hicr surəsi, dostlar, Məkkədə nazil olmuş bir surədir və əsas mövzusu surənin içərisindəki içəriklər, çatdırmaq istədiyi mesajlar, iman, tövhid, vəhiy, axirət və peyğəmbərlərə qarşı insanların inkarcasına münasibəti, inkarlarının nəticəsi haqqında danışılır. Daha sonra Allahın qüdrəti, Quranın ilahi bir kitab olduğu və ya haqqı inkar edənlərin aqibəti haqqında mövzulara yer verilir. Quranın ilahi mənbəyi və onun qorunması, keçmiş ümmətlərin aqibəti, şeytanın inadkarlığı və insanın imtihanı, axirət və hesab günü, Allahın nemətləri və ya təbiətdəki möcüzələr kimi mövzulara toxunulur. Qısacası, yəni surə bizlərə imanı möhkəmləndirməyi, Quranın dəyərini anlamağımızı və Allahın hökmünə boyun əyməyimizi tövsiyə edir. Həmçinin keçmiş insanların, bizdən əvvəlki insanların hekayələrini də bizə ibrət olaraq doğru yolda olmağı ibrət olaraq çatdırır və o hekayələrdən doğru yol tutmağımızı bizdən istəyir, dostlar. Hicr surəsi. Demək, Hicr surəsi 12-ci ayədə buyurulur. Beləcə biz küfrü günahkarların qəlbinə yeridirik. Bundan öncə demək, insanların küfr etməsi və onun nəticəsində hansı duyğularına rastlaşması, nə ilə rastlaşması haqqında danışılır. Amma açar belə söz budur ki, beləcə biz küfrü günahkarların qəlbinə yeridirik. Onlar
hələ də Qurana inanmırlar, halbuki əvvəllərin başına gələnlər onlara bəllidir. Əgər onlara göydən bir qapı açsaydıq və onlar dayanmadan oraya qalxsaydılar, yenə də inanmayıb, gözlərimiz dumanlanmış, daha doğrusu biz sehirlənmişik deyərdilər. Yəni dostlar, insanlar əməl nəticəsində, inkar nəticəsində, təkəbbür nəticəsində hətta Allahın sözünü belə inkar edib ona qəlb və göz yuma bilirlər. Və bu elə bir əməldir ki, və bu elə bir qərardır ki, bunun nəticəsində insanın qəlb yolları bağlanır. Necə ki, bir yolda avariyalar, böyük avariyalar və o yol bağlanar, təmirə dayanar, ya bir şey olar, o yol bağlanar. Yəni, insanın qəlbi də, ağlı da Allahdan gələn qanunlara ədəbsizlik edəndə, onu inkar edəndə, ona təkəbbürlü yanaşanda ki, Quranın bütün surələrinə baxanda biz orada hər birində təkəbbür mövzusunun işləndiyini görürük və təkəbbürün imanın qarşısında bir sədd olduğunu, inanmamağın böyük bir səbəbi olduğunu görürük. Yəni, qısacası insanın bu duyğuları nəticə onu ortaya qoyur ki, ona səbəb olur ki, deyir ki, küfrün səbəbi ilə günahkarların, deyir ki, biz küfrü günahkarların qəlbinə yeridirik. Yəni, bizim o əməlimizin nəticəsində o qəlbimizə pis duyğuların yerilməsi yavaş-yavaş başlayır. Daha sonra 39-da deyir, onlara pis işləri gözəl göstərib, onların hamısını azdıracam. İblis deyir, ey Rəbbim, sən məni yoldan çıxartdığına görə mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracam. Burada, baxın, hər zaman nəyin üzərində dayanırıq? Açar sözlərin. Baxın, burada qeyd edir ki, deyir ki, pis işləri gözəl göstərib. Demək ki, Quran bizə göstərir ki, ey insan, hər gördüyün gözəl deyildir. Hər bildiyin gözəl iş deyildir. Həmin işin gözəl olub olmadığını bilmək üçün o işin Allahın şəriəti ilə, Allahın dini ilə kələ-kələyə gəlirmi, gəlmirmi? Haramlarından varmı, yoxmu? Halaldırmı, deyilmi? Yəni, buna baxdıqda o işin, o qərarın gözəl olduğunu anlayarıq. Əks halda biz buna baxmasaq, buna diqqət yetirməsək ki, bir çox gözəllikləri də şeytanın bizə yalançı gözəllik kimi təqdim etdiyini görürük ki, Quranın 39, Hicr 39 bizə bunu deyir ki, onlara pis işləri gözəl göstərib, hamısını azdıracam. Yalnız deyil, sənin seçilmiş, ixlaslı qullarından başqa. Yəni, yalnız vurğulayır, seçilmiş, ixlaslı qullarından başqa. İxlas nədir? İxlas səmimi qəlbdən inanmaqdır. Allahın ayətlərinə, onun haqq olduğuna və o yolda Allahı tutmağımıza, yəni ixlas bir duyğudur. Yəni, həmin o torlardan, o imana gedəcək qəlbimizin yolundan, qəlb yolumuzda, iman yolumuzda o təhlükələrdən bizi qoruyacaq duyğumuzun adı ixlasdır. Və ixlasımızı da daim Quranla, hədislə, təfəkkürlə, gözəl niyyətlərlə cilalamalıyıq dostlar. Sonra 44-də deyir ki, onun 7 qapısı vardır. Burada cəhənnəmdən söhbət gedir. Deyir, həqiqətən cəhənnəm onların hamısına vəd olunmuş bir yerdir və deyir, onun 7 qapısı vardır. Yəni, yəqin ki, bir çoxunuz bilirsiniz, cənnətin 7 qapısı var, cəhənnəmin 7 qapısı var. Bu Qurani Kərimdən çıxmış bir fikirdir. Yəni, mif deyil. Quran deyir ki, cəhənnəmin 7 qapısı vardır. Daha doğrusu sonra 55-də deyir ki, sən ümidini üzənlərdən olma.
İbrahim dedi, doğru yoldan azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər? Bu o qədər gözəl bir, belə müsbət ruhlu bir ayədir. Gerçi bütün ayələr gözəldir, amma bəzi ayələr insana ümid işığı verir, qəlbini sakitləşdirir, yanan qəlbinə belə su səpir. Bu da onlardan biridir ki, deyir ki, sən ümidini üzənlərdən olma. Doğrusu, doğru yoldan azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzə bilər ki? Başımıza gələn çətinliklərdən ümidimizi üzməməyi və doğru yola qədəm qoyub yenə də ümid etməyi bizə göstərən, öyrədən bir ayədir dostlar. Və 69-da isə Lut qövmündə olan bir qısa dialoqdan danışır. Burada Peyğəmbər deyir ki, Lut Peyğəmbər deyir ki, bunlar mənim qonaqlarımdır, məni biabır etməyin, Allahdan qorxun və məni hörmətdən salmayın. Bu hörmətdən salmayın sözü mənim diqqətimi çəkibdir bu ayədən. Niyə? Çünki oradakı Lut Peyğəmbərin evinə gələn 2 mələk var ki, onlara həmin o qövmdəki kişilər təcavüz eləmək istəyir. Yəni gəlib evinə basqın edirlər Qurana baxanda və Peyğəmbər narahat olur və onlara deyir ki, yəni məni hörmətdən salmayın. Peyğəmbər deyir. Yəni biz hörmətin nə qədər önəmli olduğunu Qurandan görürük. Həqiqətən də hörmətdən düşmək insanın belə deyim, istəməyəcəyi şeylərdən biridir. Hörmətli yaşamaq insanın ehtiyaclarından bir şeydir ki, hətta Peyğəmbər belə deyir ki, məni deyir hörmətdən salmayın. Çox maraqlı bir nüansdır düşünürəm. 72-də isə deyir, ey Muhammed, sənin canına and olsun ki, onlar sərxoşluqları içində veyil gəzirdilər. Qurani Kərimdə bəzi dialoqlar var ki, orada Allahın əziz yaradanımızın Peyğəmbərimizə qarşı olan sevgisini görürük. Belə insanın üzünə, gözünə xoş təbəssüm yayılır, yəni gözü dolur, ümidi bilmirəm çoxalır. Bu da onlardan biridir. Ya baxın, sevginin göstərmə üsullarından biridir əslində. Deyir ki, əziz Allah, sənin canın and olsun. Bizdə də el arasında deyirlər, sənin canın üçün. Yəni, sənin canın mənə əzizdir. Yəni, Peyğəmbərimizi əzizləmə formasıdır. Yəni, Allah burada Peyğəmbərimizi əzizləyir, dostlar. Deyir, sənin canın and olsun ki, onlar sərxoşluq içində veyil gəzərdilər. Sonra 85-də deyir ki, odur ki, sən onları gözəl tərzdə bağışla. Bax, bağışla demir, deyir, gözəl tərzdə bağışla. Bəs gözəl tərzdə bağışlamaq nədir? Gözəl tərzdə bağışlamaq, bilirsiniz nədir dostlar? Birini, həmin o eybini, günahını və yaxud da hər nəsə olmuşsa, onu başına vurmamağı, onun o nöqsanını orada-burada açmamağı, onu utandırmamağı, kimi içində belə müxtəlif mövzuları barındırır. O gözəl bağışlamaq sözünün içi belədir, belə doludur. Yoxsa dildə təkcə bağışladım deməklə bağışlamaq olmur. Gərək insan gözəl şəkildə bağışlasın, gözəl şəkildə. Ki, Quran da deyir ki, odur ki, sən onları gözəl tərzdə bağışla. Sonra deyir ki, möminlərlə yumuşaq davran. Yəni, davranış şəklini bizə göstərən ayələrdən biridir. Möminlərlə yumuşaq davran. Yəni, yumuşaq davranmağın həm önəmini bizə göstərir, həm də ki, möminlərlə, yəni bizim əziz bacı qardaşlarımızla, mömin olan insanlarla necə davranmağımızı bizə göstərən bir ayətdir, əzizlərim mənim. Daha sonra 99-da deyir ki, sənə ölüm gələnədək Rəbbinə ibadət et. Bu axırıncı ayəsidir. Surədə olan belə maraqlı bir ayələri seçmişəm hamısını. Deyir, sənə ölüm gələnədək Rəbbinə ibadət et. Yəni, ibadətin
ta son nəfəsinə qədər edilməsi gərəkən olan bir ə, nizam, intizam və ibadət istəkdir. Ki, Quran deyir ki, sənə ölüm gələnədək Rəbbinə ibadət et, dostlar. Demək, bu Hicr surəsində idi. Hicr surəsindən belə maraqlı ayələr seçdim. Digər isə içərisində olan ayələr Lut peyğəmbər haqqında, daha sonra digər məhv olunmuş qövmlər var ki, onları siz bilirsiniz bir çox. Onlar haqqında qısa-qısa qissələrdir. Biz isə daha çox həmin o cüzlərdə olan maraqlı ayələri seçib müzakirə edirik. Bu da Hicr surəsinin içində olan ayələrdən idi. Nəhl surəsinin də çatdırmaq istədiyi mesajları qısa ələ alsaq, bir neçə bənddə bunu belə vurğulaya bilərik ki, Nəhl surəsi demək dostlar, Nəhl surəsi Allahın nemətləri və onların üzərində düşünmək, yəni insanlara verilən nemətlərin Allah tərəfindən olduğunu bildirir bizə. Yəni bunun üzərində düşünmək, tövhid və şirkdən uzaq durmaq, tövhid və şirkdən, yəni tövhidə yaxın olmağa, şirkdən uzaq durmaq, tövhid haqqında danışır. Allahın tək olduğunu, yəni şirkdən uzaq olmağımızı bizə xatırladır. Daha sonra axirət və iman, hesab günü haqqında danışır. Vəhyin önəmi və peyğəmbərlərin göndərilməsi, yenə də bu surədə peyğəmbərlər haqqında kiçik-kiçik surələr var, ayələr var. Ədalət və ya yaxşılıq etmək, Allahın ədalətli, yaxşılıq etməyi və qohumlara kömək etməyi istəməsi barədə ayə var. Şeytanın hilələri və ona uymamağı bizə göstərən qanunlar var. Səbirli olmaq, çətinliklər qarşısında mətanətli dayanmaq kimi xüsusiyyətləri bizə tövsiyə edir. Nəticədə, yəni bu surə Allahın nemətləri tanımağı, şükr etməyi, tövhidə inanmağı, axirətə hazırlaşmağı və bolluca yaxşı əməllər etməyi bizə göstərən bir surədir. Həmçinin not olaraq deyim ki, yəni surədə ədalətli, səbirli və vicdanlı olmağa da tövsiyə edilir dostlar Nəhl surəsində. Demək, Nəhl surəsi, yəni bal arısı deməkdir dostlar. 5-ci surəsinin ayəsində əziz Allah deyir, Bismillahirrahmanirrahim. Mal qaranı da o yaratdı. Onlarda sizin üçün bədəninizi isti saxlayan yun, geyim və başqa faydalar vardır. Həmçinin onlardan yeyirsiniz. Yəni, mal qaradan nə qədər, necə istifadə etdiyimizi bizə xatırladır və xatırlatması bizə nədir? Onun şükrünü etmək, buna görə qəlbimizdə Allahın sevgisini yerləşdirməyi bizdən istəyən bir surədir, ayədir ki, deyir ki, hətta mal qaranı misal çəkir ki, baxın, onun deyir, ətini də yeyirsiniz, südünü də içirsiniz, onun tükündən, yunundan da paltar geyinirsiniz, isti bədəniniz olur. Yəni, buna görə şükr etməlisiniz ki, insanların demək olar ki, çoxu şükürsüzlükdən yoldan çıxır dostlar. Ki, Qurana baxanda biz bunu çox açıq-aşkar görürük. Daha sonra 8-də deyir ki, sizin hələ bilmədiyiniz bir çox şeyləri də o yaradır. Çox maraqlı bir ayədir bu. Deyir ki, atları, qatırları və uzun qulaqları sizə həm minik, həm zinət olsun deyə Allah yaratdı. O sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır. Doğru yol göstərmək Allaha aiddir, əyri yollar da vardır. Burada iki məqam var. Biri odur ki, Allah, yəni hələ bilmədiyiniz çox şeyləri də yaradır kəlməsi mənim diqqətimə çəkir. Demək ki, bizim bilmədiyimiz yerlərdə, bizim bilmədiyimiz vaxtlarda, bilmədiyimiz şeylərdə yaranmağa davam edir. Bəlkə də bu zaman gələcək elmi araşdırmalara səbəb olacaq bir ayədir. Amma hələ ki, əlbəttə mənim onun bildiyim və qüdrətim çatmır. Amma diqqətimi çəkən ayə oldu. Sonra deyir ki, doğru yol Allaha aiddir.
əyri yollar da vardır. Yəni iki yol təqdim edir Quran-Kərim. Deyir ki, biri doğrudur, biri əyri. Amma belə vurğulayır. Doğru yol deyir Allaha aiddir, amma əyri yol da vardır. Yəni sizin seçəcəyiniz Allahın doğru yol deyilsə, Allahın yolu deyil. Əyridirsə, o məlumdur kimin yoludur. Sonra deyir 12-də o gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Dostlar, o qədər önəmli bir ayədir. İnsanımız hal-hazırda müasir psixologiyanın mı deyim, təbliğatın mı deyim, gətirdiyi bir düşüncə seli var ki, onun nəticəsində insanlar artıq öz ailə fərdlərinə, öz qohumlarına, qonşularına xidməti minnətli etməyə, böyük görməyə səbəbiyyət veribdir. Amma Qurani-Kərim deyir ki, o gecəni və gündüzü, günəşi və ayı sizi xidmət etməyə yönəltdi. Yəni düşünəndə deyirsən, ay Allah, böyük nə boyda ay, günəş, ulduz mənə xidmət edir. Günəş öz şüasından, istiliyindən mənim dadacağım meyvələri isidir, vitaminlər verir, yerdən çiçəklər açmasına səbəb olur və mən onunla vitamin D-mi qəbul edirəm, heyvanlar böyüyür, hər yer əl-əlvan olur, gündüz onun işığı ilə ruzi dalınca gedirəm, axşam ayın gəlməsi ilə bədənim istirahət edir və bu mənə bir xidmətdir. Yəni və bütün bunların mənə xidmət üçün yaradılması insanın qəlbini necə genişləndirir, insanı necə düşündürür. Ya Rabbi, sən məni necə sevirsən? Ya Rabbi, mən bunun şükrünü necə verə bilərəm? Ki, Quranın fərqli yerlərində deyir ki, siz Allahın nemətlərini saymağa çalışsanız, sayıb qurtara bilməzsiniz. Eləcə təkcə bu ayənin üzərində düşünsək, məsələn, o gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Təkcə bu ayəni düşünsə, insan düşüncənin içindən çıxıb qurtara bilməz ki, necə yəni? Yəni planetlər qədər böyük, nə bilim, hələ gedib çıxa bilmədiyimiz, kəşfinin yalnız bircə faizi olan, o da bilmirəm, 1% tam da yoxsa yox, olmayan böyük bir nemətin mənə xidmətə verildiyi və buna İnsan necə inansın, yəni ağıl bunu necə qəbul eləsin? İnsan düşünəndə həqiqətən də qəlbi sanki yerindən çıxır və o zaman da ora iman da olur, iman. Sonra deyir ki, o dənizi də sizin xidmətinizdə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək əşyaları əldə edəsiniz. Yəni burada iki şey verir. Yəni biri onu verir ki, dəniz həqiqətən də balıq nemətləri üçün, yəni əlverişli bir yerdir və balıqların təzə qalması üçün dənizlərin böyük olması da önəmlidir və eyni zamanda oradan çıxardıb satacağımız, taxacağımız zinət əşyalarının da bizə faydası var ki, biz həm onu istəyirik taxmaq, gözəl görsənməmiz üçün, həm də ona ehtiyaclıyıq. Niyə? Çünki onunla ruzi qazanırıq, onunla biznes sahələri böyüyür. Yəni bunu bizə nəsib edən, yenə də mütəal olan Allahdır, dostlar. Allah. Daha sonra dostlar, deyir ki, 18-də deyir ki, əgər Allah nemətlərini saymalı, bayaq dediyim ayədir, burada gəldi, qarşıma çıxdı. Əgər deyir, Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən Allah bağışlayandır və rəhimlidir. Doğrudan da belədir, dostlar. Əgər insan Allahın öz üzərindəki nemətləri saymağa başlasa, heç mən günəşi, ayı, meyvəni, ağacı, ailəni demirəm də, onları qoyuram kənara. Yalnız öz üzərindəki nemətlərə diqqət yetirsə, onu say-say bitirib qutara bilmərik. Bizim gözümüzün görmə funksiyası, beynimizin düşünmə funksiyası, dişimiz, mədəmizin turşuluğu, bağırsağımızın içərisində olan nəcasət və sidiyin o qədər iyili olduğu halda, yəni içimizdə bir qram da iyin çölə çıxmaması, bədənimizin onu necə qoruması, bədənimizin öz dərisinin iyisinin başqa olması, saçlarımızın uzanması, kipriklərimizin uzanmaması, yəni
hər yerimizdə tük var, qaşımızda tük var, burnumuzun içində tük var, amma ən çox saçımız uzanır. Yəni bunların nə bilim bu xırdalıqlara gedəndə insan bir böyük bir kitabxanaya sığacaq bəlkə də bir şey yazar. Bugün tibb, anatomiya, tibb, qalaq-qalaq kitablar insan orqanları üzərində fikirləşmiş bir sahədir. Yəni DNK-sından tutmuş, sümüyündən tutmuş, tükün tərkibindən tutmuş, kitablar cid-cid yazılır, deyilmi? Yəni e, deməyim o ki, biz öz üzərimizdən başlasaq belə yenə də onun nemətinin böyüklüyünü çatdırıb çatdırıb qurtara bilmərik dostlar. Sonra 22-də deyir ki, sizin məbudunuz tək olan ilahdır. Axirətə inanmayanların qəlbləri haqqı inkar edir, özləri də təkəbbürlüdürlər. Mən Quran-ı Kərimi oxuyanda çox diqqətimi çəkən mövzulardan biri təkəbbür mövzusudur ki, hər surədə az qala, hər surənin hər səhifəsində bu təkəbbür mövzusuna toxunulur. Ki, yaradanı inkar edən insanların əsas xüsusiyyətlərindən biri də kibirdir, təkəbbürdür. Baxın, 22 deyir ki, sizin məbudunuz tək olan ilahdır. Axirətə inanmayanların qəlbləri haqqı inkar edir. Baxın, qəlbləri deyir, beyni demir. Yəni, inkar və təsdiq insanın beyni ilə olmur çox vaxt, insanın qəlbi ilə olur. Bəzi beyni ilə də olur. İnsan şuurlu şəkildə düşünür ki, bəli, bu boyda nizam intizamı bir yaradıcısı olar. Yəni bu boyda böyük kəhkəşan öz-özünə yarana bilməz. İnsan beyinlə dərk edə bilər. Amma bunun üçün də yenə də böyük nə olmalıdır insanda? Yəni savad olmalıdır. Bir də var ki, insanlar yəni neçə faizi nə qədər savadlıdır ki, bir də var insan öz qəlbi ilə baxır günəşə, baxır çiçəyə, baxır nə bilim evladına, o duyğuları ilə necə ki bir bal arısı öz gedir bir çiçəkdən bal götürür, yığır onu mədəsinə, sonra gəlir yuvasına qonur, onu tökürür. Onu ona ilham edən Allahdır da, deyilmi? O özü hesablamalarla etmir ki, etsə də belə yenə o bir Allahın ona qoyduğu bir sistem vasitəsilə edir də. Burada da elə. Yəni Allah-u Teala bizə demək istəyir ki, insanların çoxu qəlbi ilə düşünür, qəlbi ilə və axirətə inanmayanın qəlbləri haqqı inkar edir. Sən haqqı inkar edirsənsə, sən qəlbinlə edirsən və o da deyir ki, özləri də təkəbbürlüdürlər. Demək ki, qəlbin inkar etməsinin əsas motivi təkəbbürdür. Sən kibirlisənsə, böyük nemətlərdən uzaq düşəcəksən. Hədis-i şəriflərə də baxanda qəlbində zərrə qədər kibir olan cənnətə girməyəcək deyə hədis var. Yəni kibrin nələrə səbəb olacağını həm Qurandan, həm sünnədən biz rahatlıqla görə bilirik dostlar. Və eyni zamanda 23 deyir ki, o təkəbbürlü olanları sevmir. Yəni net açıq deyir ki, o təkəbbürlü olanları sevmir dostlar. Sonra yenə də 29-da yenə təkəbbür mövzusuna toxunur. Deyir ki, cəhənnəmin qapılarına girin, təkəbbürlərin qalacağı yer necə də pisdir. Və məsələn, dostlar, yaşlı adamlarla və yaxud da müəyyən qədər dünyada status sahibi olan, mal varlığı olan insanlarla İslamı konuşanda, danışanda onların belə qəribə, belə kibirli yanaşmalarını müşahidə eləmişəm ki, bu xurafidir, mövzudur, nə bilim sən Allah, indi artıq belə şeylərə inananlar mı var? Həm də belə buna oxşar fikirlər eşitmişəm müəyyən danışıqlarda və həqiqətən də gözləmlədiyim bir şey olub ki, bunlar təkəbbürlü adamlardır. Və Quranı da incələyəndə, surələrə ayə-ayə baxanda görürsən ki, bu təkəbbür mövzusu çox ələ alınan bir mövzusudur. Yəni həqiqətən də düşünürəm ki, insan imanını
və belə deyim, axirətini necə qurtarmalıyam haqqında düşünürsə, bu iki mövzuya diqqət yetirməlidir. Biri dilin nəzarətidir, biri də qəlbin nəzarətidir. Yəni təkəbbür mövzusudur. Bu iki şeyə diqqət yetirsə, insan düşünürəm ki, çox böyük bir nemət əldə etmiş olar. Sonra 30-da deyir ki, bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Yəni bizə deyir ki, sən narahat olma. Sənin mükafatın mən verəcəm və o çox gözəl şəkildə olacaq. Və sən xeyirli işlər görməyə davam elə. Heç kimdən qorxma, çəkinmə, xeyirdən də əl çəkmə. Zaten onun mükafatı çox böyük olacaq. Sonra o kəslər ki, tərtəmiz olduqları halda mələklər onların canını alıb deyərlər, sizə salam olsun, əməllərinizə görə cənnətə gedin. 32-də gəlir bu ayə, Nəhl 32-də. Tərtəmiz olduqda halda, yəni burada şəhidlər ola bilər, tövbəsi qəbul olunmuş insanlar ola bilər ki, onlar bu dünyadan tərtəmiz köçəndə onları kim qarşılayacaq və nə söz eşidəcəkləri bizə Quran deyir. Ümumiyyətlə, Quran belə bir maraqlı bir kitabdır ki, Qurani-Kərim. Məsələn, bizə ana bətnində ki olan inkişafımızı xəbər verir ki, sən nə bilim ət idin, üstünə nə bilim nə gəldi, sümük idin, onu belə örtdük. Bizə xəbər verir ki, dağları necə yaratdıq, tarixdən xəbər verir ki, qövmlər necə məhv oldu, yerdən, göydən xəbər verir. Ümumiyyətlə, Qurani-Kərim bir çox şeydən xəbər verir, dostlar. Bir çox şeylərdən. Bir də insanın öldüyü zaman nələr görəcək, kimlərlə nə danışacaq, ona nələr deyiləcəyi haqqında da qısa-qısa fraqmentlər belə gəlir, ayələrdə keçir. Görürsən ki, hə, demək ki, bu sözü biz eşidəcəyik. Onlardan da biri budur ki, yəni təmiz olanlara mələklər canını alarkən ölüm mələyi sizə salam olsun sözünü eşidəcəklər. 37-də deyir ki, sən onların doğru yola gəlməsinə nə qədər çalışsan da bil ki, Allah azdırdığı kimsələri doğru yola yönətməz və onlara kömək edən də olmaz. Baxın dostlar, demək biz hansı ayədəydik? Bir dəqiqə tapacağım. Bu sırada 9-da. Deyir ki, doğru yol göstərmək Allaha aiddir, əyri yollar da vardır. Nəhl 9-da deyir. 37-də deyir ki, sən onların doğru yola gəlməsinə nə qədər çalışsan da, bil ki, Allah onları azdırdığı kimsələri doğru yola yönətməz. Demək, Allahın verdiyi iki yol var. Doğru və əyri. Sən əyri yola girəcəksənsə və orada inadla israr edəcəksənsə, tövbə etmə, belə orada qalacaqsansa, sənə Peyğəmbər belə dua etsə gecə namazında, o sən dəyişən deyilsən. Böyük ehtimal ki, 37 deyir ki, sən onları doğru yol gəlməsin, nə qədər çalışsan da, bax, nə qədər çalışsan da deyir ki, bil ki, Allah azdırdığı kimsələri doğru yola yönətməsin. Yəni, İnsan azğınlığında əyri yol o qədər belə bata bilər ki, hətta Peyğəmbərin də çalışması bizə bir fayda verməz, dostlar. Yəni, o səviyyə də var. Allah qorusun. 48-də deyir ki, məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etmirlərmi? Ümumiyyətlə, mən çox diqqət yetirmişəm, dostlar. Müşahidə insanın imanını artıran incə bir yoldur. İnsan çay içərkən, yemək yeyərkən, təbiət qoyunda ağaca baxarkən, gül alarkən, övladını sevərkən, özünü müşahidə edərkən daim müşahidədə olmalıdır ki, aman Allah, bu necə gözəl yaradıb Allah. Aman Allah, mən nə bilim, mənim dərim necə gözəldir, bu meyvələrin rəngi necə gözəldir, ayrı-ayrılıqda, fərqli-fərqli idə, fərqli-fərqli dadda, müşahidə. Yeri, göyü, yəni hardasansa, sənin bir müşahidə qabiliyyətin olmalıdır ki, sən o imanını, sən o Allah inancını təzə saxlaya biləsən. Sonra yenə 49-da yenə təkəbbür mövzusuna toxunur. Deyir ki, göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə edirlər, səcdə qılırlar. Hətta göylərdə və yerdə olanlar, yəni bizim
bilmədiyimiz, canlı hesab etmədiyimiz nələrsə varsa, onlar da səcd edirlər və onlar da təkəbbürlük etmədən edirlər. Amma bu dünyada ağlı, qəlbi, ayağı, gözəlliyi olan, rahatlığı olan insan 2 rükət gündəlik, 3 rükət namazını təkəbbürünə sığışdırıb üzr istəyirəm, əda etmir. Yenə təkəbbür mövzusuna toxunur. Görürsünüz 49-da. 53-də isə çox önəmli bir mövzuya toxunur möhtərəm Allah. Deyir ki, sizə verilən nemətlərin hamısı Allahdandır. Nə gözəl sözdür. Yəni, sən əldə etdiyin nələrsə varsa, onu özündən bilmə. Verən də o Allahdır, alan da Allahdır. Allah bizə bunu deyir ki, sizə verilən nemətlər hamısı Allahdandır. 53. Subhanallah. Allaha and olsun ki, atdığınız iftiralara görə mütləq sorğu-sual olunacaqsınız. 56-da. Bəzən olur ki, insanlar arası münasibət, qohumlar, qonşular, iş yerində, ailə münasibətlərində müşahidə edirsən ki, insanlar bir-birinə rahatlıqla iftira atırlar. Balaca bir şeyi, o qədər də əmin olmadıqları mövzularda qarşı tərəfi ittiham edirlər və qəlblərini qırıb münasibətlərini korlayırlar. Ki, Quran bizə bu məsələnin çox böyük bir yanlış olduğunu göstərir. Deyir ki, Allaha and olsun ki, atdığınız iftiralarda görə mütləq sorğu-sual olunacaqsınız və and gətirir. Yəni iftira o qədər ciddi bir şeydir ki, Allah and verilir burada ki, bax ha, bunun hesabını verəcəksən. Sonra deyir, onlardan birinə qızı olması ilə müjdə verildikdə hiccəsindən üzü qapqara qaralar. Bilirsiniz, yəni ərəb cəmiyyəti qız uşaqlarını diri-diri bastırırdı. Bu məşhur olan bir adətləri idi və Quran-ı Kərimdə düşübdür bu xəbərlər. Ki, bu günləri Azərbaycan bu ildə, bu inkişafda Azərbaycan selektiv abortların olmasına görə, çoxluğuna görə top 3-də səhv etmirəmsə dayanır. Yəni, bugün üzərindən 1500 il dediyimiz bir vaxt keçməsinə baxmayaraq, Quranın bu ayəsi indiki bizim insanlarımızı təcəssüm elətdirir ki, yəni onlar kimlər abortla edin? Yəni, qız uşaqlarının hamısını abort ediblər də. Yəni, xəstəxanalara gedən valideynlər, o uşaqları abort eləyən insanlar həqiqətən də axmaqdırlar. Həqiqətən də Allahdan qorxmurlar və onlar deyir ki, onlardan birinə qız olması müjdəsi veriləndə hiccəsindən üzü qapqara nə olar? Qaralar. Yəni, ey insan, sənin qızının olmasına sevinmirsənsə və yaxud da ağız büzürsənsə və yaxud da abort elətdirirsənsə, sən hiccəli adamsan. Hiccə. Bax, bunun bir adı var. Hiccə. Hiccəndən o uşağı, o cinsi sən məhv edirsən. Və necə deyirlər? Hiccəyə aid bir söz var idi, yadımdan çıxdı. Yəni, qısacası, bir insanın öz qız uşağını abort etməsi hiccəsinə bağlı olan bir eybəcər bir duyğudur. Hiccə özdə eybəcərdir. Ümumiyyətlə, duyğuların çox eybəcərdir, belə adamların düşünürəm. Yaramaz sifət axirətə inanmayanlara xasdır deyə 60 deyir. Nəhl 60. Yaramaz sifət axirətə inanmayanlara xasdır. Yəni, bizə burada ayə 2 belə xətt açır ki, bax, sən axirətə inanan bir insansansa, sənin sifətlər nədir? Hərəkətində. Hərəkətin faydalı və gözəl olmalı, yararlı olmalı. Yaramaz iş görürsənsə, bu axirətə inanmayanların bir işidir, bir sifətidir. Əgər sən örtünən, namaz qılan, ibadət edən, müsəlmansansa, sənin işlərin yararlı olmalıdır, faydalı olmalıdır. Deyilsə, sən axirətə inanmayanlar cərgəsindəsən. O inam sənin dilindədir, qəlbində deyil. Çünki qəlbdə olanda işlər yararlı olur. Qəlbdə olmayanda işlər yararsız olur ki, 60 bizə bunu xəbər verir, dostlar. 70-də isə deyir ki, sizlərdən bəziləri vaxtilə bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılacaq.
Bu çox maraqlı bir ayədir. Mən bunu oxuyanda belə dayanmışdım. Özümə demişdim, ilahi, həqiqətən də insan qocalanda çox eybəcər olur da. Yəni nə bilim, ə, qaməti əriyir, dərisi büzüşür, saçı tökülür, dişi tökülür, gözəlliyi gedir, yaddaşı gedir, sağlığı əldən gedir. Həqiqətən də bir faydasız bir adama çevrilir. Yəni qoca bir insan faydası olmayan bir adama çevriliyor. Bəzi qocalar da var ki, hətta o evdə ev əhli üçün yük olur. Əlbəttə qocalara baxmaq savabdır. Yəni qocaların özünün duası, ibadəti Allah qatında qiymətlidir. Amma qocalıq özü də bilirsiniz necə deyir, bir ən rəzil vaxt çatdırır Allah. Ən rəzil vaxt. İnsan unutqan olur, uşaq kimi olur, bəzən nə bilim yeməyini də tökür, dağıdır. Yəni balaca bir uşağa çevrilir. Və o cavanlığında o şövqü, o işləri, o cüssəsi, o ağlı olan insanın sonunda ona çevrilməsi, elə bir adama çevrilməsi, başqasının əlindən, xidmətindən asılı hala gəlməsi həqiqətən insan üçün bir rəzil bir dövrdür. Yəni insan düşünəndə kədərlənir. Və Quran da deyir ki, sizlərdən bəziləri vaxtilə bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil vaxtına çatdırılacaq. Bismillah. Sonra 74-də deyir ki, heç kəsi Allaha oxşatmayın. Bu çox qəşəng bir ayədir. Niyə? Çünki biz uşaqlarımızı tərbiyə edərkən bəzi analar Allaha baba deyir, Allah baba, Allaha bir sifət qoşur, nə bilim, buludun üzərində oturan və yaxud da nə bilim, şah kimi təqdim edirlər. Yəni Allahı heç nəyə, heç kimə oxşatmamağı bizə Quran deyir ki, Allahı heç nəyə oxşatmayın. Hətta uşaqlarımıza belə bunu deməli deyilik ki, ağlımızın da belə keçirməməli. Ümumiyyətlə Allahın sifətləri, daha doğrusu Allahın görünüşü, necəliyi bizim ağlımız, bizim zehnimiz, gözümüz dərk etməyəcək bir mexanizmdə yaradılıbdır. Necə ki, bir litr qabı içinə biz 10 litr su tökə bilmərik, çünki 1 litr tuta bilir. Eləcə də Allahı dərk etmə qabiliyyəti bizim dərkimizin kənarında olan bir şeydir. Ona görə də deyir ki, Allah heç nəyə bənzətmək, yoxsa içində əziyyət çəkərsiniz, itərsiniz, batarsınız. 90-da isə deyir ki, həqiqətən Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. Yəni Allahın sıraladığı adlara bax, sifətlərə bax. Deyir ki, ədalətli olmağı, birinci ədaləti gətirir. Yaxşılıq etməyi, ədalətdən sonra edəcəyin bir şey yaxşılıq etməkdir. Ədalətli insan necə ola bilər ki? Ədalət duyğusu insanın elə birinci öz ailəsindən başlayır. Övladlar arasında olan münasibət, qohum, qardaş, bacı arasında, valideyn, ər, arvad arasında olan məsələlərdə ədalətli olmağı bizə tövsiyə edir. Sonra yaxşılıq etmək, biz yaxşılıq yolunda olmalıyıq. Sonra qohumlara haqqını verməyi, iyrənc işlər görməyi və pis əməllər törətməyi, azğınlıq etməyi isə qadağan edir. Qadağan etdiyi əməllərdə iyrənc işlər görmək, qohumları haqqını verməmək və pis işlər görməkdir ki, bunlar da qadağalar sırasındadır dostlar. Daha sonra 94-də deyir ki, andlarınızı aranızda hiylə vasitəsilə çevirməyin, yoxsa ayağınızı möhkəm dayanmış ikən sürüşər və insanları Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Andlarınızı aranızda hiylə vasitəsilə çevirməyin. Andlarınızı aranızda hiylə vasitəsinə çevirməyin, daha doğrusu hiylə vasitəsinə çevirməyin. Bəzi insanlar, nə bilim, 1 kiloqram nəsə satacaq deyənə, nəyinisi satacaq deyənə yalandan and içir, məsələn deyir. Allah haqqı bunun mayası 10 manatdır, məsələn deyir. Bu böyük günahlardan dostlar, günahdır. Ki, Quran da deyir ki, andlarınızı aranızda hiylə vasitəsinə çevirməyin. Sən hiylə işlədib qarşı tərəfin
pulunu alacaqsansa, nəyini satacaqsansa, onun sənə güvənməsi üçün Allahın adını araya gətirirsənsə, yalanla, bu hiylədir. Ki, bu da günahdır, edilməməsi gərəkən bir əməldir. Ki, Quran bizə deyir ki, yoxsa ayağınız möhkəm dayanmış ikən sürüşər və insanları Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Yəni, insan adla başqa insanları Allah yolundan, xeyirdən döndərə bilər. Etmə deyir, nəticəsi bu olar. Sonra Quran oxunduqda qovulmuş şeytandan Allaha sığın. 98-də. Sən Quran oxuyursansa, Quranı Bismillahlə başla. Quran oxunarkən Quranı nə ilə başla? Bismillahlə, qovulmuş şeytandan Allaha sığın deyə deyir. 98 Nəhl. Sonra 96-da deyir ki, sizdə olan nemətlər tükənəcək. Allah yanında olan nemətlər isə daim qalacaqdır. Bu o qədər belə xoşuma gəldi bu ayə. Ey insan, sənin cavanlığın gedəcək. Ey qadın, sənin şuxluğun, gözəlliyin. Ey kişi, sənin bədəninin güc qüvvəti, pulun, evin, malın, dövlətin, sənin nemət bildiyin hər şey fanidir əslində. Baqi olan nemətlər isə Allah qatındadır. O baqi olan nemətləri də fani olan nemətləri Allah yolunda xərcləməklə və yaxud da fani olan nemətləri Allahın istədiyi kimi istifadə etməklə gedib çatmaq olar. Daha sonra dostlar, 104-də Əziz Allah belə deyir. Allahın ayələrinə inanmayanları əlbəttə ki, Allah doğru yönətməz və onlar üçün ağrılı, acılı bir əzab vardır. Yəni, yenə də baxırıq ki, bizə Quran deyir ki, sənin axirət həyatının bərbadlığı bu dünyadakı inanc sisteminə bağlıdır. Sən bu dünyada nə cür yaşamandan asılı olmayaraq, əgər inanc sistemin yerində deyilsə, o nemətləri sənə verən Allaha inkar edirsənsə, təsdiq etmirsənsə, gedəcəyin yer çox narahat və çox pis bir yerdir. 108-də isə deyir ki, bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə mühür vurmuşdur. Onlar əsl qafillərdir. Baxın, onların qəlbi, qulağı və gözlərinə mühür vurmuşdur. Qəlb birinci gətirilir, qulaq 2, göz 3-cü. Qəlb yenə də mövzu qəlb. İnsan, yenə də deyirəm, imanı qəlbi ilə edir. Yaxşılıqları da qəlbi ilə edir. Necə deyirlər? Deyir, qəlb Allahın evidir. Ki, insan o qəlbi ilə etdiyi narahatçılıq və mənfiyə görə onun gözünün, qulağının möhürlənməsi qaçınılmaz olar. Ona görə oranı qorumalı, qəlbimizlə edəcəyimiz təhlükəli əməllərdən uzaq durmalıyıq, maksimum. 114 isə deyir, Allahın sizə verdiyi halal və pak ruzidən yeyin və əgər Allaha ibadət edirsinizsə, onun nemətinə şükr edin. Baxın, deyir, halal və pak ruzidən yeyin, yiyəcəyimiz qidanın şəklindən, növündən danışır burada Əziz Allah. Deyir, yeyirsinizsə halalından yeyin. Haram ət, Allahın şəriətində təyin etdiyi haram ətlərdən uzaq durun. Və pakını təmiz ruzlərdən yeyin. Allaha ibadət edirsinizsə, onun nemətlərlə şükr edin. Yəni, sən ibadət əhlisənsə, yediyin yeməyə, həyatını da şükr etməlisən. Yəni, ibadət əhli olan insanın əməlində və dilində şükr olmalıdır. Şükür təkcə dilində yox, əməlində şükr olmalıdır. Daha sonra dostlar, 119-da deyir ki, şübhəsiz ki, Rəbbin avamlılıqları üzündən pis iş görən, ondan sonra tövbə edən, özlərini islah edənləri, bütün bunlardan sonra əlbəttə ki, Rəbbin bağışlayacaq və rəhm edəcəkdir. Yenə də tövbə qapıları üzümüzə açıq elan edən, tövbənin hər zaman qəbul olunmasını bizə göstərən ayələrdən biridir. Ki, deyir ki,
Baxmayaraq gedir pis iş görübdür. Buna baxmayaraq onun ardından ixlaslı tövbə etsə, yəni Allaha dönsə, Allah onu bağışlayacaq. Yetər ki, gəl. Nə olursan gəl, amma yetər ki, gəl. Ayə bizə əslində bir neçə mövzuya diqqətimizi belə yönəldir. Onlardan da biri bilirsiniz nədir? Mən hər zaman bu tip ayələri oxuyanda düşünürəm ki, Allahım, ayələr bizə bunu öyrədir ki, birinin günahda yaşaması və yaxud Allahın şəriətinə uyğun yaşamaması səni onu cəhənnəmlik etiketləməməməlidir. O düşüncə sistemindən uzaq saxlamalısan özünü. Çünki həmin insan tövbə edə bilər, Allaha yaxınlaşa bilər, Allah onun günahlarını bağışlaya bilər və cənnətə girə bilər ki, bu şans Qurani-Kərimdə dəfələrlə müsəlmanlara, möminlərə verilib ki, belə bir şansınız var. Və ola bilər ki, o insan istifadə edə bilər və sən onun gələcəyini bilmədiyinə görə onu indidən etiketləyib, nə özünü suizənlə günaha sal, nə də ki, həmin insanın qəlbinə, könlünə toxun. Daha sonra 152-də isə belə deyir: İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd, nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Yenə də bir ayədə bir neçə mövzuya toxunub əziz Allah, insanlarla gözəldir. Mübahisəni necə etmək lazımdır? Bax, Allah-u Teala onun formulunu verir. Deyir ki, onlarla ən gözəl tərzdə mübahisə et. Hikmətlə, gözəl öyüd, nəsihətlə dəvət et Allahın yoluna. Nəinki lənətləməklə, nəinki ağrı, acı və yaxud da ki, təhqir dolu mesajlarla. Sonra 126 deyir ki, günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eyni ilə cəza verin. Əgər biri yaxınımıza nəsə edibsə, bizə nəsə edibsə, Quran bunun ölçüsünü verir. Quran bunun ölçüsündə qeyd edir ki, sənə nə edibsə, eyni miqdarda da ona qaytaracaqsan. Əgər deyil, səbr etsəniz, bu səbr edənlər üçün daha xeyirli olar. Və sonunda yenə deyir ki, bunu etməsən daha yaxşı olar. Yəni, bu ən xeyirlisi budur. Amma bunu etsən də sənə günah olmaz. Sonra axırıncı ayədə qeyd edir ki, həqiqətən də Allah ondan qorxanlar və yaxşı şey görənlər üçündür, görənlərlədir. Yəni, Allah kimlərlədir? 128 bizə deyir, Allah onun əmrinə qeyri-şərtsiz itaət edən, onu sevə-sevə qəlbinə yerləşdirən, haramlarından çəkinən, halallarını sevən, insanlara xidmət edən, insanları sevən, kibirdən uzaq olan, Peyğəmbərini incitməyən, Peyğəmbərinə xidmət edən, insanlara xidmət edən insanlarladır Allah. Allah bu qısa bir ayədə bir neçə mövzuya sanki toxunubdur. Belə. Allah ibadətlərinizi qızlar qəbul eləsin inşallah. Amin.